11 aprel 2026-cı il Şuşanın dağları. Hazırda Şuşada Kosalar istiqamətində meşəlik əraziyə gəlmişik. 34 ildən sonra qırmızıyıq dediğimiz bitki ilə yenidən qarşılaşdıq. Qırmızıyıq Şəmkir meşələrində də bol var. Hətta Göygöl Milli Parkının ərazilərində də var. Əsasən aprel ayında müşahidə olunur. Bu vəziyyətdə olanda onu yığmaq olar. Görürsünüz, hazırda bu tam açmayıb. Amma bu hissələrdə çiçək açmış vəziyyətdədir. Belə vəziyyətdə istifadə etmək olmur. Çünki dadı da acılaşır. Hazırda bu vəziyyətdə qaynatması yüksək dada malikdir. Eyni zamanda turşusu da qoyulur. 100 illərdən dədə-babadan bu bitki istifadə olunub. Hal-hazırda meşəlik ərazilərdə çoxdur. 5-10 gün ərzində istifadə edə bildik. Bilmədiksə, bax gördüyümüz bu formada çiçək açır. Ondan sonra bunu yığmağına dəyməz. Bugün də Rəbbim bizi mükafatlandırdı. Hər birinizi dostlar bu gözəl yerlərdə görmək ümidi ilə. Hələlik.